vaxtınız xeyir əziz izləyicilərimiz, kanalımıza abunə olmağı unutmayın. Öncədən kanalımıza abunə olduğunuz üçün sizə təşəkkür edirik. Salam Üskü Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, qanlı yanvar faciəsinin qurbanları olan şəhidlərini ziyarət etməkdən ötürü çəkiliş qrupumuz Sumqayıt Şəhidlər Xiyabanına yollandı. Hazırda Şəhidlər Xiyabanındadır. Şimdi gördüğünüz gibi Şəhidlər Xiyabanında çəkiliş olacaq. Kanlı İlmi Yanvar hadisesi, Azerbaycan'ın azadlığı ve ərazi bütövlüyü uğrunda mübarizə tarixine qəhrəmanlıq səhiyəsi kimi daxil olmuşdur. 1990 yıl yanvar ayının 19'undan 20'sine geçen gece Sovyet ordusu Ermeni quldur dəstəleriyle birlikte Azerbaycan xalqına karşı qanlı cinayət edilmişdir. O ağır anlarda, faciəvi anlarda edərək öz haqq səsini ucaltdı. Moskvada Azərbaycanın daimi nümayəndəliyində Sovet hakimiyyətinin hərəkətlərini pislədi. Sovet İttifaqının başında duran şəxsi pislədi və tüm dünyaya bu faciə haqqında öz sözlərini bəyan etdi. Ulu Önder, elini Azerbaycan halkının kanına batırmış Sovyet imperyasını ve onun karışan rehberlerini ittiham ederek 20 yanvar şehitlerinin aziz hadiresine en tutarlı şarabı, en büyük abileri, müstakil ve kudretli Azerbaycan devlet olacağını söylemiştir. Bizim şehitlerimizin hatiresine en büyük kabile Azerbaycan'ın istikbaliyatıdır. Dünyevi Azerbaycan devletidir. Müstakil Azerbaycan'dır. Halkımız 20 yanvar şehitlerinin vatanımız karşısındaki hizmetlerini ehtiramla yad edir, şücayetlerini hatırlayır, hatiresini aziz tutur. Azerbaycan'ın azadlığı ve ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət etsin. Bəli, gördüyünüz kimi Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov şəhid xiyabanına yaxınlaşdı. İndi xiyabana tamaşaçılar hal-hazırda gördüyünüz kimi Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov cənabları şəhidlər xiyabanında əkli qoyur.
Bəli, hörmətli tamaşaçılar, hal-hazırda Sumqayıt şəhər İcra Hakimiyyətinin dövlət qurumları, idarə rəhbərləri güllər qoyur şəhidlər xiyabanın qarşısına, önünə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Üskü Xəbər Info və Inform Xəbər TV kollektivi də hal-hazırda Sumqayıt şəhər şəhidlər xiyabanındadır. Rəhbərimiz Azər Xudayaroğlu başda olmaqla bütün kollektiv adına cəmi şəhidlərimizin əzizlərinə, yaxınlarına səbr diləyirik Allahdan. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Gördüyünüz kimi şəhidlərimizin aziz xatirəsi bizim qəlbimizə hər zaman əbədi yaşayacaqdır.
Hörmətli tamaşaçılar, Sumqayıt şəhər polis idarəsinin əməkdaşları da iştirak edir tədbirdə. Hal-hazırda gördüyünüz kimi bütün dəstələri qoyurlar şəhidlər xiyabanında. Hazırda Miski Xəbər Info və İnform Xəbər TV-nin baş direktoru Azər Xudayar oğlu, müxbir Şəlalə Cəfər qızı, Sumqayıt.